Dost bir dənə səhv eləyib 10 il çörək kəsib deyib, mən qutardım filan kəs. Elə qırıla gedir. Oturur bir yerdə onun qulağına nəsə deyib, məndən danış. O belə dayanır, deyir, mənə sifət göstərir, gördüm filan kəs. Gülür, deyir, ələ salır. Nə qədər mühüm adamsan ümumiyyətlə? Kimsən axı sən? Nə qədər özünü məşğul edəmsən özüvə? Biraz çəkil qırağa bir aləmə bax gör nə baş verir. Nə qədər özü düşünəcəksən. Dostun qalmayacaq belə olsa. Yaxşı deyil adamın şəhərdə 200 dənə dostu olar. O da adam şad olar. Hamı ilə soyuq, hamı da eyb axtarıb tapır. Qopur hamıdan sonra da oturur, qəmli mesajlar, statuslar yazır. Ax, dünya belə gəldi, ay filan, dost belə getdi filan. Qəmdən ləzzət alır. Xəstə adamdır bu. Bu cür qəmdən Peyğəmbər buyurub ki, qəmi sevməkdən Allaha pənah aparın. Mömin qəm aludəçisi olmaz, mömin şad olar. Şad olar, gələr oturar Hüseyn məclisində, şad qəlblər başqa cür yanır İmam Hüseynə.